Peyğəmbər sallallahu aleyhi və səlləm deyib ki, İnnə likulli ümmətin əminə. Hər bir ümmətin əmini var. Və innə əminə hədihil ümmə. Və bu ümmətin əmini. Başqa bir rivayətdə gəlir ki, ey ümmət sizin əmininiz. Və digər rivayətdə gəlir ki, hər bir Peyğəmbərin əmini var. Bu ümmətin və mənim əminim Əbu Ubeyd el-Cərrahdır. Və rivayət olunub İmam Buxaridə və Müslimdə Huzeyfə radiyallahu anhudan Nəcran əhli Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlir. Deyirlər ki, ya Rasulallah, İb'əth ileynə raculən əminə. Bizim yanımıza əmin, yəni etibarlı bir kişini göndər. Fəqalə ləb'əthənnə ileykum raculən əminə. Deyir ki, sizin haqqa əmin, sizin yanınıza elə bir əmin, etibarlı kişi göndərəcəm ki, haqqı ilə əmindir və insanlar arzuluyur ki, görəsən kim olacaq o? Və Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Ubeyd el-Cərrahı göndərir. Və dedi ki, bir çox döyüşlərdə iştirak edib, xüsusən də Bədir döyüşündə, Uhud döyüşündə və bəzi rəvayətlərdə gəlib ki, Bədirdə atasını qətl edib və gəlib ki, Uhud döyüşündə imtihan olunub, sınağa çəkilib. Peyğəmbər sallallahu aleyhi və səlləm yaralandığı bir ərəfədə zirehinin üzərindən yanağına 2 halqa batdıqda onu əli ilə çıxartmağı istədikdə Peyğəmbərə əziyyət etməkdən qorxduğu üçün dişləri ilə çıxarıb və bunu ilə da 2 dişi düşüb və o 2 dişi düşəndən sonra deyir ki, sira əhli yanaqları daha da gözəlləşib. Hətta deyilib ki, onun təbəssümü kimi gözəl bir təbəssümü olan olmayıb. Və rəvayət olunur Ömər Xattab radiyallahu anhudan deyir ki, bir gün əshabına hamınız nə istəyir arzu etsin və hər kəs istədiyini arzu edib. Sonra Ömər radiyallahu anhu öz arzusunu deyib. Deyib ki, İnni ətəmənnə beytən mumtəliyən ricələ mithlə Əbu Ubeyd el-Cərrah. Deyir ki, mən də arzuluyuram bir ev, içi dolu kişi olsun, hamısı da Əbu Ubeyd el-Cərrah kimi olsun. Və rəvayət edir Abdullah ibn Mübarək Zuhd kitabında. Deyir ki, möminlərin əmiri Ömər Xattab radiyallahu anhu Şama gələndə Əbu Ubeyd el-Cərrah ilə qarşılaşır. Və Əbu Ubeyd el-Cərrah onu ilə bərabər onu öz evinə aparır və elə ki, evə daxil olur, göz gəzdirir evdə olan əşyalara və baxır, görür ki, qılıncdan, qalxandan və bir də miniyindən, atından başqa bir şey yoxdur. Və deyir ki, aynə mətəuq, hanı sənin azuqən, əşyaların? Deyir ki, Əbu Ubeydə, hədə yubəlliğunəl məqil, bizi rahatlıq tapdığımız yerə bunlar aparacaq. Sonra ağlayır, deyir ki, hamımızı dünya aldadıb, yalnız Əbu Ubeydə öz nəfsinin üzəngisindən möhkəm yapışıb.